arıqlamağa gəlmisiniz. Maşallah belə gənc, gözəl xanım. Neçə yaşınız var? 23. Amma mən görüntüdən bu konfigurativ görüntü var da belqarın çevrəsinin. Yəni, bu görüntü bizə işarə verir, siqnal verir ki, burada PCOS ehtimal var. Yəni nədir? Polikistik over sindromu. Menstrual sikl, aybaşı sikliniz necədir sizin? Çox zəif, hə? Demək belə vəziyyət 1.52 boyuna 68 kiloqram olduğuna görə və belin ölçüsünə baxın 193 sm, çəki indeksi 29, artıq pillənmə stadiyasına girir, yaxınlaşıb. Məhz ona görə bu balaca kompleksiyalı bədənin daşıdığı yağ çoxdur. Buna biz deyirik ki, xırda yapımlı bədən tipinin arzulduğuna görə bu yağlar artıq orqanlarda da iz buraxır. Buna deyilir visceral yağlama. Artıq o daxili piqatı yumurtalıqların ətrafında da çoxdur ki, o da maneə olur yumurtalıqların fəaliyyətinə. Yəni, bizim indi sizlə etdiyimiz arıqlama prosedurları əslində gözəllik problemini həll etmir. Bu daha dərin bir işlər, yəni xroniki xəstəlikləri müalicə edir. O yüzdən də estetik gözəllik qazandığımız təqdirdə eyni zamanda daxili xəstəliklərdən də qurtarılırıq və biz hazırda üzüyə də gedəcəyik. Mənim bu PCOS şübhəmin bir də görək təsdiqini orada tapacağıq. Gedəcəyik xanımın PCOS sindromundan da yəqin ki canımızı qurtararıq ki, aybaşı sikli də düzələr, normaya düşər və arıqlayar.